Hansı fikir iflic və ixtira sözlərinin hər ikisinə aiddir? İflic olur, bu da ixtira. Yazışı tərəzi fərqlənir, bəli. Anış qanuna tabidir, xeyr, ixtira tabi deyil. Qarşılığı olmayan samit işlənib, l burada var, r burada var, bəli. Bir cingiltidə iki kar samit var. İxtirada tərsinədir. Ona görə də ortaq deyil. Cavab olacaq 1-3 A variantı. Cədvəldəki uyğun nümunələri müəyyən edin. Hərəkət qarşılıqlı icra edilir, hərəkət birgə icra edilir. Yəni birindən qarşılıqlı növ feil, digərindən birgəli növ feil tapmalıyıq. Hürüşmək birgəlikdir, amma atışmaq qarşılıqdır. Üzləşmək nə birgəlik, nə qarşılıqdır, qaçışmaq isə birgəlikdir. Cavab olur 2-4 D variantı. Hansı cümlədə ıb şəkilçisi qəbul etmiş söz feili bağlama deyil? Düz yanından güllə oyuldayıb keçdi, feili bağlamadır. Atları dörtnala çapıb gözdən itdilər, feili bağlamadır. Yəni çaparaq ara qəra şəkilçisini əvəz edə bilirik. Oturub adamların qayıtmasını gözləyir, oturaraq gözləyir, feili bağlamadır. Çaydan bir-iki qurtum içərək özünə gəldi, içib özünə gəldi, feili bağlamadır. Bax necə pozulub ömür gülüşəni, pozularaq ömür gülüşəni deyəmək. Burada pozulub nəqli keçmiş zamanda işlənmiş feildir. Cavab olur Y variantı. Hansı cümlədə təsirli halda olan isim işlənməmişdi? Hava isti olsa da biçincilər həvəslə taxıl biçirdilər. Taxıl təsirli halda olan isimdir. Yeni salınmış xırmana dərs daşıyanlara kömək etdi. Dərzi daşıyanlara kömək etdi. Uşaqlar şehli otlarda ayaqyalın qaçışmağa başladılar. Var burada? Xeyr, yoxdur. Bu çətin anlarda o nə yol görür, nə də səs eşidirdi. Yolu görür, səs eşidirdi. Özünə əziyyət vermir. Buyurmağa uşağı axtarırsan, uşaq axtarırsan qeyri-müəyyən təsirli halda. Cavab olur C variantı. Bu cümlədə təsirli halda olan isim işlənməmişdi. Düzəltmə sözləri müəyyən edin. 1. Yarış, 2. Yarğan, dağıntı, yarılmaq, dağlıq. Yarış sadə sözdür, dağıntı sadə sözdür. Yarğan düzəltmədir, yarılmaq düzəltmədir, dağlıq da düzəltmədir. Cavab olur 2-4-5 B variantı. Cədvəldəki uyğun nümunələri müəyyən edin. İsimdir, zərfdir. Baxaq görək cavabımız nə olacaq. Bax, həyət isimdir, çəmənli isimdir, irəli isim deyil. Gəldik sağ tərəfə, zərfdir. Zərf deyil, məkan zərf deyil. Cavab olur 1-2-4 C variantı. Biri məna tayları isim, sifət və feil kimi işlənə bilən amonim sözdür. Sarı isim kimi olmaz. Düz olar isim kimi, mil düzü, muğan düzü. Sifət olar düz söz, bir də feil kimi neysə düzmək. Cavab olacaq B variantı. Bağ sözü sifət və feil kimi işlənməz. Yaz sözü sifət kimi işlənməz. Qara sözü qaramaq deyə feil yoxdur, düzdür. Ona görə də cavab oldu B. Cümlələrin birində sifət ismə aid qrammatik şəxsi qəbul etmədən isimləşmişdir. Arzum budur ki, xainlər cəzasız qalmasınlar. Burada larilər var. Qoca sakitcə oturub gözləyirdi. Kim qoca? Burada heç bir şəxsi qəbul etməyib. Qırmızını sevməyimin xüsusi səbəbi yoxdur. Qırmızını. Yaralıların hamısı, yaralıların. Belə saxtakarları görəndə çox əzəbləşən, belə saxtakarları. Cavab oldu B variantı. Bu cümlədə qoca sözü heç bir, yəni ismə aid heç bir qrammatik şəxsi qəbul etmədən isimləşib. Əvəzlilərdən biri məna növünə görə digərlərindən fərqlənir. Kimsə qeyri-müəyyən əvəzlik, hərə qeyri-müəyyən əvəzlik, heç nə qeyri-müəyyən əvəzlik, kimisi qeyri-müəyyən əvəzlik, hara sual əvəzliyi. Cavab olur Y variantı. Nümunədə ilk və sonuncu isimlər ardıcıl olaraq hansı halda işlənmişdir? Uşaqların hamısı gəlsə, müsəlman şöbəsində hazırlıq qrupları da aça biləcək. İlk isim bu, son isim qrupları. Uşaqların yəlik hazırlıq qruplarını aça biləcək təsirlik, yəlik təsirlik D variantı. Mətnə görə düzgün səbəbləri müəyyən eləyək. Yəni, nəticələr verilib zaten görək bu nəticələr uyğun səbəblər hansılardır. Dovşan fili oyatmaq üçün quyuya daş atır. Xeyr, belə bir şey yoxdur mətndə. Quyuya daş atmır, düzdür. Ay, sağ ol. Fil qəfil səsə oyanıb daşlara çırpılır. Bəli, bu, onda daşlar da quyuya tökülüb quyunun ağzını bağlayır. Bu doğrudur.
Dovşan fillə bərabər quyunu təmizləyir. Dovşanın su içməyə layiq olduğu qərar verilir. Bu da doğrudur. Dovşan olanları meşə heyvanlarından gizlədir. Xeyr. Dovşan meşə heyvanlarından üzr istəyir. Xeyr. Cavab olur 2-3 B variantı. Mətndə özündən əvvəl işarə qoyulmuş sözlər hansı cümlələrdə kontekstdəki mənada işlənmişdir? Su çıxanda doyunca içib sevindilər. Bir də fil təklə inamsız yanaşdı. Çıxan nefti emal etmək çətin idi. Bu mətndəkinin eyni mənadır. Şirvanda böyük şairlər çıxmışdır. Eyni məna deyil. Bu vaxt gəmi sahilə yanaşıb fit verdi. Eyni məna deyil. O həmişə mənə qardaş kimi yanaşıb. Cavab olur 1-4 C variantı. Mətnə əsasən obrazlarla bağlı düzgün fikirləri müəyyən edin. Dovşan səhvə yol verdiyini sonunda qəbul etmək istəmir. Xeyr. O səhvini düzəldir. Fil məsuliyyətli olduğu üçün hər gecə quyuya nəzarət edir. Xeyr, növbəli şəkildə bunlar nəzarət edirdilər. Aslan özdə məxsus ədalət sistemi quran başçıdır. Bəli, doğrudur. Dovşan filin xoş münasibətindən istifadə etmək istəyir. Bəli, doğrudur. Fil dovşanın zəhmətinə digər heyvanlara xəbərdar edir. Bu da doğrudur. Cavab olur 3-4-5 C variantı. Mətnin ideyasına uyğun gələn fikirləri müəyyən edin. Zəhməti arxa çevirəndən sonradan çətin vəziyyətə düşə bilərlər. Bəli, bu dovşana aiddir. Əvvəlcə işləmir, sudan məhrum olur, sonradan yəni bu su içənə qədər nə qədər başına macəralar gəlir, bunu deyə bilərik. Birlə başlayan bəndləri saxlayırıq, digərlərini çıxırıq. Səhvini anlayıb onu düzəltməyə çalışanlar bağışlanmağa layiqdir. Tamamilə doğrudur, dovşanla bağlıdır. Zəif görünənlər güclülərdən daha böyük işlər görməyə qadirdirlər. Bu mətndə belə bir şey yoxdur da, düzdürmü? Dovşan əslində böyük iş görmür ki, hamının əvəzində elədiyini və o da sonradan eləyir. Yəni. Ona görə də bunun aidiyyatı yoxdur. Şəxsi maraq üzərində qurulan dostluqların sonu kədərli bitir. Yenə uyğun deyil. Mətndə nədən bəhs olunur? Əmək və məsuliyyətdən bəhs olunur. Cəmiyyətdə qəbul olmaq üçün məsuliyyətli davranış vacibdir. Yenə dovşanın simasında biz bunu deyə bilərik. Cavab olur 1-2-5 D variantı. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudur, buradan doğrunu, buradan yanlışı seçirik. Dovşana quyudan su verməmək heyvanların ümumi qərarıdır. Bəli. Yağış yağmadığını görən bəzi heyvanlar meşəni tərk etməli olurlar. Xeyr, belə bir fikir yoxdur. Onlar əslində nədir? Qalırlar, birlikdə işləyirlər. Su quyusunun daşla dolmasından heyvanlar səhər xəbər tuturlar. Doğrudur. Quyunun daşla dolması fili narahat etmir. Xeyr, fil əslində nədir? Təlaşa düşür. Neyniyəcəyik? Cavab 1-4 D variantı. Mətnə aid plan bəndlərini müəyyən edin. Bir dovşanın intiqamı. Mətndə dovşanın intiqam almasından söhbət getmir. Ona görə biri çıxırıq. Bir olan bəndlər getdi. Dəyər verilən əmək bəli uyğundur. Dovşanın zəhmət nəticəsində bağışlanması və qiymətləndirilməsi mətnin əsas xətlərindən biridir. Yəni onun əməyinə dəyər verirlər də, o daşları təmizləyir deyə bunu seçə bilərik. İnadkar fil, burada fil inadkar olmur. Əslində nədir? Dovşan fildən daha qətiyyətli olur. Dovşan burada deyirlər inamsız yanaşır. Ona görə də yəni fil inamsız yanaşır, bunu çıxırıq. Üstə getdi. Əlatsızlıqdan doğan hərəkət, bəli, məcburiyyət qarşısında deyirlər fil inamsız yanaşır deyə bilərik. İki qat sevinç, sonunda dovşan nədir? Su quyusundan su içməyə icazə verirlər. Cavab olur 2-4-5 D variantı. Dovşanın quyunu birlikdə təmizləməyə təklif etməsi onun hansı xüsusiyyətini göstərir? Yəni dovşan filin kədərləndiyini görür ki, fil orada nədir? Narahat olur da, bəs mən nə edəcəm, zamanda nə deyəcəm? O da deyir ki, bəs bu qədər kədərlənmə, əlbəttə bir həll yol tapa bilərik. İkimiz də birlikdə işləsək, quyunu səhərə qədər təmizləyərik. Bu onun nəyini göstərir? Yəni bir işə təşəbbüs göstərir, təşəbbüs etdiyini göstərir. Cavab olur B variantı, dovşanın təşəbbüskarlığından xəbər verir. Əvvəlində rəqəm qoyulmuş hansı cümlə mətndən çıxarılsa, məzmuna xələl gəlməz. Birinci cümləyə fikir verin. Bütün heyvanlar, hətta quşlar da gecə-gündüz çalışdılar. Ondan əvvəlki cümləyə baxaq. Susuzluq heyvanları o qədər incitdi ki, onlardan birinin təklifi ilə bir su quyusu qazmağa qərar verdilər və işə başladılar. Zaten bu cümlədə heyvanların işə başladığı, işləməyi göstərilir. Yəni mən biri buradan çıxartsam, yəni mənada demək ki, mətnin məzmunu elə də ciddi xələl gəlməz. Ona görə də olur
Cavab olur Y variantı. Mətndə çərçivə içərisində verilmiş ifadələrin mənasını izah edin. İfadələr boyun qaçırdı və hədər getmədi. Belə, boyun qaçırmaq nədir? Məsuliyyətdən qaçmaq deyə bilərik. Məsuliyyətdən qaçmaq. İşə girişməmək. İşə girişməmək. İş görməmək. Kənar durmaq. Yaxasını kənara çəkmək və s. Hədər getmədi, yəni puça çıxmadı. Məsələn, hədər getmədi, puça çıxmadı. Məsələn, puça çıxmadı. Bunu qeyd edə bilərik. Məsələn, boşa çıxmadı. Boşa çıxmadı. Qeyd edə bilərik. Məsələn, bada getmədi. Bada getmədi və s. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Birlikdə görülən iş çətin olmaz fikrini mətnin məzmununa əlaqələndirin. Bunu iki situasiyanı əlaqələndirə bilərik. Bir, heyvanlar bircə zəhmətləri sayəsində su quyusu qazıb su əldə edirlər. Qeyd edə bilərik. Heyvanlar birlikdə işləyib su quyusu qazıb sərin su əldə edirlər. Sərin su əldə edirlər. İkincidə yaza bilərik ki, dovşan və fil quyuya tökülən daşları birlikdə təmizləyirlər. Bax, bu ikisi, hər hansı bu iki fikirdən birini yazırsınız, sualı bu şəkildə cavablandırırsınız. Neçənci abzasa əsasən bədii əsərlərin də xəritələrin yaranmasında mühüm rol olduğunu söyləmək olar. Bax, bura fikir verin. Antik Yunan ədəbiyyatı səyahətlərinin təsvirini də verir. Bunlardan Eradan əvvəl 325-ci ildə Makedon İskəndər tərəfindən Hindistana, İrana qədər olan dənizi tədqiq etmək məqsədi ilə sərkərdə Nearxın gəmi səfəri haqqında hesabatını göstərmək olar. Bax, bu abzasa əsasən deyə bilərik ki, bəs bu yer səthinin dəqiq təsvirini də bu bədii əsərlərdən də götürüb istifadə ediblər. Cavab olur ikinci abzas D variantı. Mətnə və Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Yunan kartoqrafiyası, Roma kartoqrafiyası. Müxtəlif xarakterli məsələləri həll etməyə imkan verirdi. Bu, Roma kartoqrafiyasına aiddir, çünki mətnə görə o iqtisadi, hərbi və inzibati kimi müxtəlif praktik məsələnin həllinə xidmət edirdi. Ona görə bunu qeyd edirik bura. Əsas mənbə ticarət marşrutlarının bələdçi xəritələri olmuşdur. Bu bəndi də hər iki kartoqrafiyaya aid edə bilərik. Ona görə bunu yazırıq bura. Böyük qlobus yerin ən dəqiq təsviri hesab edilirdi. Nəzəri və fəlsəfi maraqlardan asıllıq vardı. Bunun hər ikisini Yunan kartoqrafiyasına aid edə bilərik. Çünki Yunanlılar yer kürəsinin qlobusla daha düzgün təsvir olunduğunu qəbul edir və kartoqrafiyanı əsasən nəzəri fəlsəfi maraqlarla inkişaf etdirirdilər. Buna görə də bunu qeyd edə bilərik. Bura C ilə D-ni də buraya yazırıq. Cavab olacaq 1CD, 2B, 3A, C variantı. Mətnə əsasən doğru fikri müəyyən edin. Roma xəritələri yalnız bir nüsxədə tərtib edilirdi, səhvdir. Yəni, iki nüsxədə hazırlanırdı. Ona görə də bunu doğru qəbul etmirik. Nearxın səfəri Roma İmperiyasının göstərişi ilə həyata keçirilmişdir. Səhvdir. İskəndərin təşəbbüsü ilə həyata keçirilib. Yunanistanda yollar boyunca daş dirəklər bastırılırdı. Bu, Romada bastırılırdı. Yer ölçənlər mürəkkəb elmi cihazlardan istifadə edirdilər. Yer ölçənlər sadə cihazlardan istifadə edirdilər. Günəş saatı və kompaslardan istifadə edirdilər. Qədimdə xəritələr əsasən mis lövhələr üzərində həkk olunurdu. Bu da doğrudur. Cavab olur Y variantı. Mətnin giriş və əsas hissələr arasında əlaqə yarada biləcək nümunəni müəyyən edin. Baxaq görək, məsələn, yolların uzaqlığı böyük maneələr gətirirdi. Xeyr, göstərməz. Roma hərb sahəsində də uğurlar qazanmışdı.
Onu göstərim, girişdə bu yoxdur. Elm o dövrdə o qədər yaxşı inkişaf etməmişdi. Onu deyə bilmərik. Daşlar üzərindəki məlumat çox əhəmiyyətli idi, yox. Onlar səyahətə çıxan insanlar üçün əvəzsiz idi. Bəli, çünki mətnin giriş hissəsində xəritələr səyyahların dənizləri və çayları gəzib dolanmasına geniş istifadə olunduğunu vurğulanır. Həmin cümlə abzasın sonuna gələ və onu digər abzasdan bağlaya bilər. Cavab olur Y variantı. Mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Məsələn, mətndə baxın, qiymətli məlumatlar bu məcazidir, doğrudur. Böyük ölçülü qlobus bu həqiqidir. Onu burada səhvdir. Sonra gəlirik. Sadə cihazlardan həqiqidir, doğrudur, verilib burada. Və geniş ərazisi də burada həqiqi verilib. İndi baxaq görək bunların əksi olmalıdır. Bu məcazidirsə burada həqiqi olmalıdır. Burada çox qiymətlidir. Mənim üçün münasibətimiz burada çıxdıq. Zaten 2 səhvdir, ona baxmağa ehtiyac yoxdur. 3 burada sadə həqiqidir. Kamil sadə adamdır, məcazidir, qəbul edirik. Geniş burada həqiqidir. Fəradın geniş ürəyə malik olan bu da həqiqidir, məcazidir, qəbul edirik. Cavab olur 3-4 D variantı. Mətndə çərçivə daxilində verilmiş ifadənin kontekstə uyğun mənası müəyyən edin. Burada arqument, fakt, dəlil deməkdir. Buradan da yola çıxaraq cavab olur. Sübutların əsasını təşkil edən məntiqi müddəalar və dəlillər. Cavab olur B variantı. Mətnə görə mis lövhələrin kənarındakı məlumatlar nədən ibarət idi? Dini ayinlərin siyasi deyildi. Coğrafi və ticari məlumatları bunu yadda saxlayın. Yalnız imperatorun adı xeyr, təsadüfi rəqəmlər xeyr, vergi siyasi xeyr. Mətnə görə mis lövhədəki xəritələrin kənarında dəyərli məlumatlar, yəni coğrafi və ticarət məlumatları qeyd olunurdu ki, səyyahlar və ticarətçilər onları istifadə edə bilsin. Digər variantlar da səhvdir. Cavab zaten olur B variantı. Mətndə belə fikir yoxdur. Xəritələr səyyahlar tərəfindən istifadə olunurdu. Bu fikir mətndə var, çünki orada vurğulayır. Eradan əvvəl başlayaraq bütün səyyahlar yer üçün dənizlər və çayları gəzib dolanmaq üçün mis lövhələr üzərində həkk olunmuş xəritələrdən geniş istifadə edirlər. Bu mətndə var. Roma imperiyasında yer ölçümlər fəaliyyət göstərirdi. Bu da var. Roma imperiyasında əvvəlcə legionerlərdən seçilən, sonradan isə xüsusi xidmət kimi fəaliyyət göstərən yer ölçənlərin mövzuluğu qeyd olunub mətndə var. Senturiyaların planı bəzən daşlar üzərində cızılırdı. Bu da var. Çünki senturiyaların planının bəzən sərhəddə yerləşən xüsusi daşlar üzərində cızıldığı mətndə qeyd olunub. Yunanlılar xəritələrdən hərbi məqsədlə istifadə edirdilər. Bu fikir mətndə yoxdur. Çünki mətndə Yunanlıların xəritələrdən hərbi məqsədlə istifadə etməsi barədə heç bir fikir səsləndirilməyib. Yol ölçmələri xəritələrin hazırlanmasına kömək edirdi. Bu fikir də mətndə var. Çünki yol ölçmələri zamanı qoyulan mil daşların sonradan ərazilərin və dünyanın xəritələrinin tərtibində cəhətləndirilmək üçün istifadə edildiyi qeyd olunur ki, bu da sonda öz əksini tapıb. Cavab oldu D variantı. Bəzən peşə ona duyulan ehtiyacdan yaranır. Fikrinin doğruluğunu mətnə görə əsaslandıraq. Mətndə belə bir fikir var. Roma imperiyasında, bax bu hissəyə baxın. Bu hissədə bunu qeyd edə bilərik. Nəzəri və fəlsəfi maraqlardan asılı olan qədim Yunan kartografiyasından fərqli olaraq Roma kartografiyası bir sıra təcrübi, iqtisadi, hərbi, inzibati və s. əldə etməyə çalışır. Torpaqlarını göstərir ki, əvvəlcə onları 27-ci ildən hər bir Roma legionunda olan hərbçilərdən təyin edirdilər. Yer ölçənlərə ehtiyac yarandı. Bax, torpaqların kütləvi şəkildə legioner veteranlara bölünməsi xüsusi bir peşəyə, yer ölçənlərə ehtiyac yaradırdı. Deməli, biz bunu deyə bilərik ki, Roma imperiyası torpaqların legioner veteranların kütləvi şəkildə bölünməsi nəticəsində yaza bilərik bura. Roma imperiyasında torpaqların legioner veteranlara
kütləvi şəkildə bölünməsi nəticəsində yer ölçənlərə ehtiyac yaranır. Və bunun nəticəsində xüsusi peşə formalaşmış olur. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndə nöqtələrin yerinə məzmuna uyğun ifadə yazıb cümlələri tamamlayın. Bax, bu hissədə Roma kartoqrafiyası bir sıra təcrübi, iqtisadi, hərbi, inzibati və başqa xarakterli məsələləri həll etməyə imkan verirdi, imkan yaradırdı, və yaxud da yaradırdı. Bunu qeyd edə bilərik. Kömək edirdi və sair fikirlər yazıb sualı cavablandıra bilərik.